Axışda olmaq və öz yolunu tapmaq necə bir şeydir? Səhv sual verdin, onu biləsən. Axış başqa şeydir, öz yolunu tapmaq başqa. Axış çətinliklə bacarmaq arasındakı balansın qorunmasıdır. Bax, onda insan axışda olur. Bax, məsəl üçün, biz indi axışdayıq. Biraz çətindir bizə, amma bacarırıq da. Elə bil ki, çayın ortasında böyük bir qaya var, deyək ki, su günlərlə, aylarla elə bir ona dəyir də. Amma qayanı keçə bilməyəndə onunla mübarizə aparmır. Yəni sadəcə istiqamətini dəyişir və yoluna davam edir. Yəni təbiət bizə öyrədir ki, həyat həmişə keçməli olduğun yeri göstərmir. Bəzən keçməməli olduğun yeri göstərir. Yəni həyat səni aid olmadığın yerdə sonsuza qədər saxlamaz. Əgər bir qapı təkrar bağlanırsa, bəzən bu yəni cəza deyil. Səni öz yerinə aparan istiqamətdir. Və bunu sən anlamalısan, hiss eləməlisən.